Selamun Aleyküm ve Rahmetullah. Burada Nəmərdəkanda yerləşən Pir Həsən ziyarətgahıdır. Bu ziyarətgahda da 7-ci İmam Musa Kazım Əleyhisselamın qızı Həzrəti Xədicə Salamullah Əleyhanın qəbri olduğu qeyd olunub və həmçinin Pir Həsən adlı bir şəxs olub. Bu şəxs də xeyrsevər bir insan olub. İnsanlara şəfa verərmiş, yəni insanlar qorxusu olan, hər hansı bir xəstəlik olan insanlar gəlib burada qorxuluqlarını götürərmişlər və şəfa taparmışlar və insanlar bura ziyarətə gəlirlər və həmçinin burada Azərbaycanın məşhur milyonçusu olan Hacı Zeynalabdin xeyirxah insan olan Hacı Zeynalabdin Tağıyevin qəbri və onun qızının həmçinin də burada qəbrin olduğu inşallah qeyd olunub. Biz də yavaş-yavaş gəlib ziyarət edəcəyik Allahın izni ilə və çəkilişlərimiz davam edir və çəkib sizlərə göstərəcəyik. Kollektiv şəkildə gəlmişik ziyarətgaha. İndi göstərirəm, bura Axund Abuturab türbəsidir. İnşallah türbənin içərisinə daxil oluruq və yaxınlaşırıq. Ya Allah. Axund Hacı Mirzə Abuturab Axundzadə. Allah rəhmət eləsin, Allah ruhu şad eləsin. O da Sara xanım, Hacı Zeynalabdinin qızı Sara xanımın qəbridir. Bu Hacı Zeynalabdin Tağıyevin məzarıdır. Hacı Zeynalabdin Tağıyev, bu da Hacı Zeynalabdin xanımın, Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım. Hacı Zeynalabdinin qızı Sara xanımın qəbridir. 91-ci ildə dünyasını dəyişib. O da Səlim Xanov, Zeynal bəy. Afa-Aba oxuya bilmədim. Afa-Abad kimdirsə yəqin ki bu ailənin üzvlərindəndir. Üzərində nə yazılıb? Repressiya qurbanı olmuşdur. Qızı Səfiyyə xanımdan yəni ki gəlmək nəsib oldu bizə Hacı Zeynalabdinin da qəbrini ziyarət eləməyə, qızının da inşallah burada Pir Həsən ziyarətgahında həmçinin Musa Kazım Əleyhisselamın qızı Həzrəti Xədicə Salamullah Əleyhanı da ziyarət edəcəyik. Allah qəbul eləsin inşallah.